İmam Hüseyn kimdir? Gözəl xüsusiyyətləri harda varsa, harda bir gözəlliyi varsa, fəzilət varsa, onu İmam Hüseyndə görmək olar. Aşurada gözəllikləri hamısını yığmış sanki bir yerə. Aşura o gözəlliklərin, fəzilətlərin yığışdığı bir məkandır. Yəni İmam Hüseyn ağa orada təkcə şücaəti görünmürdü. Allahla münacatı, şücaəti, mehr, məhəbbəti, qəzəbi Allaha görə, sözləri, bunların hamısını bir yerə yığanda görsən ki, fəzilətlər sanki toparlanıb Kərbəla çölünə, eyni zamanda da rəzilətlər də o tərəfə. Fəzilətlərlə rəzilətlər toqquşub. به حسین میبخشه من افتاده به